Şərur MTK-nın sahibi İsfəndiyar Axundov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Məşhur tikinti maqnatından şikayət edən iş adamı Progress 2016 MTK-nın rəhbəri Emil Səməndərovdur. O bir müddət əvvəl həbs edilib. Amma hələ ki, barəsində yekun məhkəmə qərarı yoxdur. Səməndərovun vəkili Atim Abbasovun sözlərinə görə Şərurlu İsfəndiyar müsahibələrindən birində müvəkkilini dələduz kimi təqdim edib. Məsələ ilə bağlı İsfəndiyar Axundovdan açıqlama aldıq. O deyir ki, mən həqiqəti demişəm. Emin Səməndərov 1200 nəfər adam alladıb. Deməli, bir nəfəri bir evi bir neçə adama satıbdı. Girib türməyə. Və bu insanlar qalıbdı, evsiz, eşiksiz, şəraitsiz. 5 bina tikildi, 5 də yarımçıq qalıb. Cəmaət üsyan eləyirdi. Yəni, dövlət tərəfindən mənə göstəriş verildi ki, o insanları mən evlə təmin edeyim, evlə tikim. O deyir ki, yenə mən alacaqdım cəmaatı. Sən yarımçıq qoyaydın, mən türmədən çıxandan sonra cəmaatdan yenə pul alacaqdım, onu istəyirdim. Sənə dövlət niyə verdi? Sən bu cəmaatı niyə razı yola saldın? Niyə bu işi qutardın? Mən hələ burada yenə də gözləyim Allah'ta o nəzərdə tutum Allah'tmaq üçün adamlar var. Gəl alacaqdın, sən bu işi niyə tamamladın? 5 milyon da məndən pul istəyirdi. Amma vəkil Asim Abbasov hesab eləyir ki, Axundov bu hərəkəti ilə barəsində qanunu qüvvəyə minmiş hökm olmayan şəxsin şərəf və ləyaqətini alçaltmış olub. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.